Salam. Pulsuz tort kursumuzun növbəti dərsində xoş gördüm sizləri. Xanımların ən yaralı yeri olan bu qırmızı rəng haqqında sizlərlə danışmaq istəyirəm. Xanımlar, mən adətən qırmızı rəngi gel boyalarla əldə edirəm. Yəni çünki quru boya ilə biraz qırmızı rəngi əldə etmək çətindir. Əgər gel boya yaxınlıqdakı mağazanızda yoxdursa, o zaman qırmızı rəngi sizə məsləhətim odur ki, püskürtmə ilə eləyəsiniz. Çünki rəngin özünə neçə paşka əlavə eləsəz belə istədiyiniz qırmızını əldə edə bilməyəcəksiniz. Püskürtmə yolu ilə isə boş sprey qaba 2 paşka qırmızı rəng töküb püskürtmə eləsəz istədiyiniz qırmızı rəngi əldə edə biləcəksiniz. Daha çox pulsuz tort kursu məlumatları üçün səhifəmi izləməyi və mənə bu yola dəstək olmağınızı sizlərdən xahiş edirəm. Hələlik, Allah amanında. Salam. Bu günlərim tort kursumuzda növbəti bir video ilə qarşınızdayım. Mənim kimi tortun üzərini yazmaqda çətinlik çəkənlər üçün ideal bir vasitədir. Bunun adı projektor gedir. Temudan, Alibaba, Amazon və sair saytlardan rahatlıqla Cake Projector yazıb tapa bilərsiniz. Bəs sizin belə bir alətin olduğundan xəbəriniz var idimi? Şərhlərdə yazın görək. Pulsuz tort kursu üçün səhifəmi bəyənməyinizi və izləməyi almanızı xahiş edirəm. I think I like when it rains. You told me to go to the light. And what it's like to feel your pain. Now I'm okay if you're alright. I start to Salam, pulsuz tort kursumuzun növbəti videosunda xoş gördüm sizləri. Bu günlərim tortun içliyini yığmağı sizlərə göstərmək istəyirəm. Mən normalda tortu çəmbərdə yığıram. Sadəcə olaraq içərisinə nə əlavə elədiyimi göstərmək üçün sizlərə bu şəkildə açıq göstərdim. Ən bəyənilən krem reseptim budur ki, mənim qaymaqlı krem, içərisinə kakao və pralin əlavə edirəm. Müştərilərim çox bəyənir. Daha sonra qoz, müştərim özü qozu bu şəkildə böyük istəmişdi. Karamel sosu və üzərindən şokolad jeli. Bu şəkildə birinci qatı yığmışdım və damla şokolad. Bu şəkildə yığmışdım. Dediyim kimi tortu çalışdığınız qədər çəmbərdə yığın və tortu gecədən hazırlayıb sabahlarım sıvasız daha gözəl olur. Tortun son nəticəsi isə bu idi. Salam, vaxtınız xeyir olsun. Çox gələn suallardan biri də buydu ki, bənövşəyi rəngi necə əldə edirsən? Çiyələk rəngi ilə azca mavi rəngi qarışdıraraq mən bənövşəyi rəngi əldə edirəm. Bugünkü tortum 25 manatlıq kromi tortuydu və müştərim həm görünüşünü, həm dadını bəyəndi. Mənim Gəçevirdə yaşayan tanışlarınıza məsləhət bilsəz çox sevinərəm.